Şabrın rayonunun Kilvar kəndində təbiətin sakitliyində eramızın ilk əsrlərinə aid kilsə yerləşir. Üzərində yer alan kitabəyə əsasən, kilsə 19-cu əsrdə yerli xristian icması tərəfindən bərpa olunub. Hazırda isə tamamilə dağılma təhlükəsi ilə üz-üzədir. Tarixçilərin araşdırmalarına görə, tarixi abidə Qafqaz Albaniyasının eramızın ilk əsrlərində bu ərazidə tikdirdiyi kilsələrdən biridir. O dövrdə Kilvar kəndində yaşayan xristian ailələrin ibadətgahı eyni zamanda dini məktəb kimi fəaliyyət göstərib. Kilsə sadə, lakin dözümlü memarlıq elementləri ilə inşa edilib. Onun tikintisində yerli çay daşı və dağ daşı istifadə olunub. Divarlar nəm və küləyə məruz qaldığı üçün bir çox hissələrdə su sızması və çatlar müşahidə edilir. Dam örtüyü isə uçmuş vəziyyətdədir. Bugün Kilvar kilsəsinin divarlarında zamanın və iqlimin izləri ilə yanaşı, bu tarixi abidəyə qarşı olan biganəliyin də izlərini görmək mümkündür. Qorunma altına alınmazsa, tamamilə yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.